Rəşid müəllim, həkimlərdən razısınız? Hamısından yox. Elə həkimlər var ki, burada and olsunlar, başqa ölkələrdə bəlkə kirəsi yoxdur. Yaxşı, öz sənətini bilən. Amma elə həkim də var, miyanədir, heç nə bilmir, yalanla. Bəlkə o həkimin də yanına daha çox xəstə gəlir, çünki reklamı güclüdür. Müəllimlərdən necə? Razısınız? Müəllimlərə də eyni zaten. Mən sizə deyirəm ki, bizim Azərbaycanda yaxşı müəllimlər çoxdur. Müəllimə İtalyanca padridir, padri ata deməkdir. Bəli, padri. Bizim türklər ona xocam deyir, öyrətmənimdir, mənim böyüyüm, axsaqqalımdır. Bizdə də hər küçədən gedənə şofrədə müəllim deyir. Deyir, demirik, deyirik. O qədər müəllim var ki, yaxşıdırlar, savadı da çoxdur, amma öyrətmə qabiliyyəti yoxdur. İşte, onu öyrədə bilmir. Savad var, bizə dərs keçən Cəlil Hüseynov vardı, akademik idi. Вот Карaciyər, пожалуйста, yarısı Rusça, yarısı Azərbaycanda. Bizə leksiya deyir ha. Вот Карaciyər, пожалуйста. Вот Muskat Karaciyər. Muskat, yəni əzələ şəklini alıb da, toxumadan qalmır. Fibroz Karaciyər. Leksiya deyənmir, akademik idi. Öyrədə bilmir.